insanlıq yaranıb belə deyək 2000 ildir artıq. 2000-3000 ildir, 5000 ildir, hər neçə min. Nə deyib başa 300 min il deyəzim Homo sapiens var. Misal olaraq deyirəm də 300 min il olsun. Yəni necə bu dövr ərzində insanlıq üçüncü bir cinsiyyət forması yaranmadı? Niyə səncə buna Yəni ehtiyac buna- var? Yox, ehtiyac yoxdur. Təbii ki, ehtiyac yoxdur. Əgər təkamül Ehtiyac formasında yoxsa zərurət də yoxdur da əzizim. o ehtiyac necə zərurət bizdən asılı olan bir şey deyil axı. Əgər təkamül Başa formasında düşdünüz, amma seleksiyalar var, adaptasyonlar var axı işin içində. Tamam, amma tam qane olmadım cavabınıza, amma Canın olsun. sağ olsun əzizim. Canın sağ olsun. Bir dənə bir şey deyim sizə. Yəqin ki, belə deyək, insanların dini görüşlərinə müəyyən dərəcədə hörmət edirsiniz. Xeyr, kimsənin şəxsi görüşünə hörmət zad eləmirəm. Tamam, etmirsən. O zaman belə deyək də, bu Türkiyədə bir dini alim var, Yaşar Nuri Öztürk. Bilməm tanıyırsınız yoxsa? Onun dini görüşlərini baxmısınızmı ümumiyyətlə? Hə, ilk onda deist oldu da. Deist oldu. Hə, dindən qopdu. Ha, onu bilmirdim ha. Bunda heç bir şey. Onu həqiqətən bilmirəm. Amma Təşəkkür. onun insanlara dini başa salmağı, dini izah etməyi mənim fikrimdə daha çox gözəl idi. O Nəinki qədər ki- möhtəşəm dini izah elədi ki, axırda özü deist oldu, dindən çıxdı. Təşəkkürlər əzizim, var olasın, çox sağ ol. Oldu, təşəkkür, sağ ol. Ays, buyur, xoş gəlmisən. Çox sağ ol, salam. Mələkü. Məlökü yox, əlökü. Sonra? Məlökü harda yazılıbdı? Keyfimin kahyasında yazılıbdı tam olaraq. Davamını danış. Keyfin kahyasıyla ölçülmür axı hər şey. Sən keyfimin kahyasısan. Xeyr. Tamam, onda düşü və qarış və mövzuva davam elə. Buyur, səni dinləyirəm. Xanım, buyurun, sizi dinləyirəm. Həsrətlə. Cavab verin. Anlayıram, mən də olsaydım travma yaşayardım. Bozqurt, buyur, xoş gəlmisən. Salam Çevik. Mələkü. Yeri göğü yaradan Allah deyirsən təkamül nəticəsində olur. Yes. Olur. Bəlkə bu biz əkin əkməyimizə bənzəyir bu təkamül. Allahın bir nətər başa salmırsa izah eləyəmirəm fikrimi. Bax biz bir əkin Toxumlar əkirik, da, gözləyirik ki, toxumlar, bunun axırı toxumlar, əkin toxumlar. əkirik, gözləyirik axırı bu Anlayıram. lobiya gətirəcək, pomidor gətirəcək. Bəlkə bu da Anladım. Allahın bir lütfüdür. Mənə bax, indi sən Allahın toxumusan. Yəni mən yenə deyirəm, amma mənim dini bir savad yox, ya Anlayıram. elmi savadım yox, sadəcə Hansı dinin mənsubu? fikrim budur. Hansı dinin mənsubusan sən? Müslüman da İslam. Müslüman. Müslüman qardaşım mən Nuh surəsi 17-ci ayət. Ey insanlar, biz sizi torpaqdan bir bitki kimi bitirdik. Sən başa düşmədim. Balqabaq toxumu zatsan, ha? Yox, söhbət təkamüldən gedir də qardaş. Bu yeri göy deyirsən ki, təkamül nəticəsi. Mən də deyirəm ki, Allahın bəlkə bir iradəsi deyil, bir nə bilim, bir nəsə bir Bəlkə. Mənə bax, dostum, nənəmin də bu olsaydı babam olardı, deyil? Hey? sonra deyirsən ki, bu dini nə bilim Məhəmməd öz vəzifə Məhəmmədin qohumu Məhəmməd peyğəmbərin qohumunu itirir. Bir elə vəzifədən, təklif olan vəzifədən imtina edir. Ondan vardan devlətdən. Nə məcbur idi ki, söylərək, döyülərək bu dini yaya idi. Kim deyirsə söylüb döyülüb. Mədinəyə gedib, qaydanda da Məkkəni fəth edib, sonra da bir xilafət qurub da. Bax indi Oxudun mu tarixi? sən deyirsən ki, nə bilirsən, yanında olursan. Adam Məkkəyə qaydanda 10.000 nəfərli ordu ilə gəlib. Ki, bu əzizləri itirib o yolda. O heç kimə elə vəzifə lazım deyil. Əzizini itirdiyi, hansı əzizin adını denən görüm? Əmisini, nə bilim, qohumuna, Əmsat əqrəbəsini istəydi axı onun demək olar ki. Niyə yalan danışsın? Ən çox da onu dəstəkləyən il ateist əmsi idi. Sən bilmirsən axı bu tarixi dostum. Şikar, buyur, xoş gəlmisən. Salam, axşamın xeyir. Axşamın xeyir. Qardaş, mən bir dəfə səninlə danışmışam, mənim sözlərim sizi qane eləmədi, söndürdünüz. Məncə də. Mən demək Buyur. istəyirəm ki, sən ora çıxana deyirsən ki, sən insanlara deyir, sübut elə ki, Allah var. Tamam.
bilirsən ki, bunu sübut eləmək mümkün deyil. Çünki O zaman niyə adi nazirin eləşirsən icra hakimiyyəti qəbuluna aylarla gəlib çiğirmək olmur. Allahın ətədir. Ha, anlayıram. Amma mən təkamül haqqında oxumuşam, üzvü aləmin piramida qaydasından oxumuş. Yaxşı da dərk eləyirəm. Charles Darwin özü deyirdi ki, ilk canlı konservatdan yaranıb. O da fərz eləyirdi, sübut eləyə bilmirdi. Deyirdi, fərz olunur ki, ilk canlı ibtidaidən aliyə, sadədən mürəkkəb inkişaf deməkdir də. İlk canlı konservatdan yaranıb, fərz eləyir, sübut eləyənmişdir. Kilçidən yaranmayıb. Sən sübut eləyə bilərsən ki, Kilçidən yaranmayıb. nədən? Boş ver. Əzim, abiciniz oxumusan mı abiciniz? Yox. Ha, abiciniz oxuyarsan cansızdan canlıya keçidi izah eləyərsən. O ki qaldı sadədən mürəkkəbə, bu biogenezdir və 200-dən çox akademik qaynaqla sabitdir. Təşəkkürlər. Yaxşı, ilk canlı nədən yaranıb? İbtidai Üzvü canlı kimya. nədən yaranıb? Üzvü kimya və kimyasal reaksiyonlar. 5 üzvü kimyəvi maddə var ya. Yox. Əgər tövsiyə Aha, dinləyirsənsə, bir- mən qardaşım, əgər tövsiyə dinləyirsənsə, abiyogeniz oxuyarsan, yetərincə aydın olar sənin üçün. Başqa bir şey? Sağ ol. Sən də. Onu siz gözə alıb yazmısınız da ora ki, canınızda 1000 nəfər, 2000 nəfər onlar mən debat O nə aparım. deməkdir ki, başa düşmədim. Nədən qorxmalıyam ki? Əfqanistanda Qorxmam. yaşayır. Qorxu mənasında yox. Yəni onlarla debat aparmaq, o bazanı yığdıcıq hətta çatdınız ki, yəni onlarla o fikir aparmaq, o debat aparmaq. Aha. Düzdür. Yəni o hansı görüşlərdən keçdiniz, gəldiniz o hətta. Hansı belə deyim Naturalizmdən materiallar, nə keçdik. qədər panteist, deist, yəni bu belə deyim də Panteizm, Panteizm. agnostizm, katolik, ateizm, Spinoza'nın panteizmini yəqin nəzərdə tutun. tengrizm. Tengrizm. Bəli. Aynen. Təxmini yəqin ki bir 10 ildən artıq vaxtınız 15 il. 15 il. Aynen. Bir də ikinci sualım ondan ibarət idi ki, səsim gəlir. Gəlir. Siz abiyogenezdən tanışdınız bayaqları. Laboratoriya üsulunda da cansızdan canlını yaratmaq Tamam. nəzəriyyə. Bu indiki dövrdə tam aktual sayılır o. Yəni həmin yer kürəsinin ilk yarandığı vaxtda həmin o qazların 54-cü il milli 54 yürü dəfə. deneyi. Aminositlər alındı ya. Bəli. 2 nəfər adları yadıma deyil, 2 nəfər deyəsən ingilis Alman alimlərinin laboratoriya üsulunda Yes. yer kürəsinin ilk dövrlərində yarandığı o qaz formasını laboratoriyada təsirə Bəli. salırlar, cansızdan Bəli. canlıya. Bəli. Praktik olaraq işləyək axı. Bəli. Bəs burada məsələn ibtidai canlılarda indi də olan məsələn amöb var və dizenteriya tərliyi var. Bunlarda çoxalma bölünmə yolu artır da. Bəli. İndiki dövrdə də hələ də onlarda yaşayırlar və bölünmə yolundan artım gedir. Bəli. Bəs elə canlılar var ki, ilk ibtidai dövrdə bölünmə yolundan artsın, amma indi təkamül eləyib, tutaq ki, hər hansı bir sinifə aiddir. Tutaq ki, məməlilər sinifinə aiddir. DNA tradiksiyonu nədir bilirsən? Bəli. Canım gözüm. DNA tradiksiyonu. Tradiksiyon bilməm, DNA XY xromosom onun üzərindən gedir, səfirləməz. Bax, bölünmələr təməldə mioz, amitoz və ya fərqli istiqamətdə gedə bilər. Amma bu davamlı seleksiyaya məruz qaldıqca və ATF sintezinin ortaya çıxartdığı avantajlar çoxaldıqca variasyonlar da çoxalır, çeşidlənir. Və çeşidlənmənin içində mitokondrial mexanizmanın oturması tamamilə bioloji bir adaptasiyadır. Bu zaman çeşidlənmə çoxalanda sinif fəsil artır da yəqin ki. Bəli, artır. Necə ki, bugün var, siniflər var. Aydındır. Onda yəni bu növrədə bölünmə bir ibtidaidən başlayır, dəyişiklik artıq sonra İbtidaidən başlayır. İbtidaidən gələn bölünmə yöntəmlərinin bir qismi sabit qalır. Başqa istiqamətə gedir, amma yenə də sabit qalır. Başqa bir qol ayrılır, cinsel çoxalmaya gedir. Başqa bir qol ayrılır, tozlanma yolu ilə çoxalmaya gedir. Yəni bu qollar ayrılır öz avantaj və seleksiyalarına görə. Başa düşdünmü?
Aydındır. Mən qoşulmamışdan əvvəl bir nəfər də sual vermişdi. Onda səhv eləmirəmsə 3-cü növ yoxsa 3-cü cins barəsində sual vermişdi. 3-cü cins olmağı təkamülün nəticəsində. O təbii olaraq onda ola bilməz də. Ağaclarda məsələn neçə söhbəti var. Bəli. Hermafroditlər eləyək. Ola bilməz də yəni o. İki cins ola bilər. Zaten var da əzizim. Var. Sırf insandan gedir söhbət. Bəli, sırf insanlar yox, ümumi canlılarda. Tamam. Məməlilərdə iki cins olmayan bir xarakter var, bir qrup var. İki cins olmayan. Hə. Səhv eləmirəmsə yoxdur. Əhsən. O zaman yumurta qoyanlara baxaq. Dəniz atları məsəl üçün hermafrodit ola bilirlər. Həm erkək, həm dişi. Bəli. Yox, mən Bu bölündü siniflə əlaqədar məsələdir əzizim. Bölündü siniflə əlaqədar məsələdir. Qrupla əlaqədar məsələdir. Bəli, bəli. Tam başa düşdüm. Məncə də. Çox sağ ol. Xoş. Sizin nəyəsə bir inamınız var, nəsə bir inam varmı sizdə? Hər hansı bir? Əlbəttə var, inamım da var, qorxularım da var və sair şeylər də var. Niyə də olmasın? Yəni bütün bu yaradılışdan ta bu günə qədər bütün insanların nəyəsə bir inamı olur. İstəyir başlayarlar, yəni bu nətər sizə deyim. Bütün bu inam hər bir insanda var. Düzdür. Məsələn, İslam elə bir dindir ki, orada elə xurafatlar var ki, dindar insanı dindən çəkindirir. Yəni ondan necə sizə anladım mən bunu? Harada elə bir xurafatlar var? Quranda mı yoxsa əlavə qaynaqlarda mı? Əlavə qaynaqlar. Məsələn, mən üzr istəyirəm, sözünüzü də kəsirəm. Mən məsəl üçün çox bu din insanları ilə şey elədim. Bir konkret, yəni bir konkret bir söz deməyəm. Hamısı deyir rəvayət. Bir dəfə birindən soruşdum ki, rəvayətin açıqlaması nədir? Dedi rəvayətdir. Dedim rəvayət qulaqdan qulağa eşidilib təsdiqi olunmayan bir şeydir. Bəli, doğrudur. Siz dedim təsdiqi olunmayan bir şeyi gətirirsiniz bu İslama, gətirirsiniz və yaxud hər hansı bir dinə, fərq etmir. İbrahimi dinlərdən başlamış bu günə qədər bütün dinlər, Avestadan, Zərdüştlikdən başlamış bu günə. Hamısında rəvayət deyirsiniz. Siz niyə görə deyirəm? Quran rəvayət deyil, mən qardaşım. Bilirsiniz, indi Quranda elə bir şeylər var ki, məsələn, mən düzdür, adam oturur, fikirləşir ki, 6-cı, 7-ci əsrdə məsələn, bunları belə oturub belə fikirləşib, belə bir mexanizmin qurmaq, elə ayələr var ki, adamı təəccübləndirir. Amma elə ayələr var ki, məsələn, baxırsınız ki, deyirsiniz ki, bu nə ayədir, bunun heç bir məntiqi yoxdur. Məsələn, səhv etmirəmsə, üzr istəyirəm, 25-ci ayə var, Quranda dəmir ayəsidir. Səhv etmirəmsə. Məsəl üçün, dəmir molekulu 56-cı və yaxud 57-ci... Nədir ki, dəmir molekulu? Feryum deyil. Ədəb 57-ci sıradadır, səhv etmirəmsə. 56-dır yoxsa 57-dir, üzr istəyirəm, ola bilsin, səhv söyləyə bilərəm. Xətalı da axı, göydən zaten enmiş deyirlər, endirdik deyirlər. Məsələ burasındakı yerin nüvəsi də nə şeydir axı? Dəmir daxı, feryum. Doğru, bax, burada hə, onların xətaı buradadır. Amma məsələn üçün baxırsan 57 və ikinci dəmir sözü, birinci dəmir sözünün arasında 1538 ayə var. Mən qardaşım, belə soruşmaq ayıb olmasın, bu dəmirin hansı temperaturda nə olacağını, Big Bang-i, bu cəmaət kəşf edəndən sonra niyə yadınıza düşürüblər? Yox, mən bir ayədən şey elədim. Amma elə Qardaş, rica edirəm tempimi öldürmək. Sən Quran oxumusan və dəstəkləyirsən mi, dəstəkləmirsənmi? İşimizi bilək də. Bilirsiniz, indi mən sizə necə deyim, məsələn, Quranda elə mən 20 il bundan qabaq oxumuşam Quranı, 20 il bundan qabaq. İndi üzr istəyirəm. İndi yenə də deyirəm, indi yavaş istəyirəm, indi yenə də bir təzdən bunu bu nəzərdən keçirdim. Məncə də.